Güneşin rengine boyanır her yan, bütün igidlerin geçir hayaldan, coşur bedenimde kaynayır kanım. Ey doğma
gözümde saralan gül Qarabağdır. Çıktım Qarabağın akşam seyrine, aktı yüreğime gezeller benim. Natevan şiirini okudum yine, yığıldı başıma gözeller benim. Nalələr od tutub, ərşə dayanıb, süngə taxılıb körpələrimiz. Üzeyir beşiyi yandı, kül oldu, Xocalı şumlandı, Şuşa dağıldı. Qarabağ yaralı bir bülbül oldu. Dağıldı, töküldü torpağın üstü. Her yanı dumandı, her yanı tüstü. Gönül bulandıran bu mənzərədən dünyanın müqəddəs ruhları küstü. Vaqifi qaldırıb cıdır düzündə, şeir köhlənine mindirən olsa, qəmli natavanı tutub söhbətə, ruh verib, dil verib, dindirən olsa, eşitmək ağırdır fəryadımızı, Qoya bilmədik mədarımızı. dözdüm hər zillətə, çəkdim dərdi mən, ürək min illərdir eyləyir qubar, küllü aləm bilir mənim yurdumun, əzəli, əbədi dörd düşməni var. Rus'tu, Fars'tı, haizdi bir de, içimizi, içini bilen, içimi delen, naciz belinden gelen, Rusperest, Farsperest, haizperesttir. Tarihtir her taşın, kayanın yaşı, tarihle bağlıdır insan yurduna, yoksa bir halkın tarih yaddaşı, Vətənlə quracaq torpaqdır ona. Əsrin əvvəlliyi unutmuşuq biz, saldın yadımıza dünəlimizi, sadə qəlbimiz, təmziyimiz, Tarixdə nə qədər aldatmış bizi. Vəkilli imperiya siyasəti sayəsində torpaqlarımıza köçürülmüş ermənilər xalqımızın qonaqpərvərliyindən, insanpərvərliyindən və nəhayət unutqanlığından istifadə edərək öz irən siyasətlərini daim həyata keçirdilər. Erməni zülmündən 100 ildən bəri daşdan daşa dəydi
bu xalqın başı. Unutdu çəkdiyi müsibətləri, niyə uğurlandı onun yaddaşı? Özlərinə yer eləyənə dək, süfrəmizin qırığı ilə dolanan, qapımızda nökərçilik eləyən bu insanlar məqamı çatanda kəndlərimizi, şəhərlərimizi viran qoymuş, bələdəki körpələrimizə rəhm etməmişlər. Ama bu torpağın ne günah var? Torpak istediler, biz olmaz dedik. Torpak istediler, biz olmaz dedik. Torpak seyredimiz, torpak andımız. Böyle bir amala biz olmaz dedik. Sən demə məkilli qonşu bu imiş. Mən hardan biləydim qaniyyəti. Orada Qarabağda babam uyumuş. Məzarı götürməz belə xisləti. Ötən əsrin əvvəllərində ermənilər Bakı, Şamaxı, Naxçıvan, Qarabağ, Quba və digər yerlərdə xalqımıza vurduğu yaraların hələ də qan axır. Xocanın çıxısı göğsündən çəkilməyib. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri Xocalı şəhərini işğal edib. İşğal Rusiya ordusu 366-cı alayının bir neçə bölməsinin fəal köməyi ilə həyata keçirilib. Göydə guruldamış deyirlər o gün. Çölləri, düzləri buludlar sarımış. O göy gürültüsü olub Babəkin. Ruhuymuş öldürüb feryat koparmış. Əzizim arxa haray, su gəlir arxa haray. Xocalı da deyirlər, çağırır arxa haray. Nədir bu dəhşətə, bu zülmə, bu dəhşətə, Allah bu müsibətə necə baxdı o gecə. Məşər günüm yaman gəldi, of fəryadı göy dəldi, parça tikə edər səni. Şehit olan Kozalım hey. Ulu Tanrı hardan gəldi ben xəbərə ürək düşsün nə qədər. İlk dünyadan bir az qopdu bu səhər. Kozalım derdi aray ay karay. Gedənlərin gəlməz, dillərin nələr çəkər, ələnlərin bilməz. Şehit olan Kozalım hey. Oğulların basıldı mı, novrakların pozuldu mu, sevincinin, fərəhinin qəbri dərin qazıldı mı? Şehit olan Kozalım hey. Qarabağı aldı duman, görüşə var mı cuman? Siz orada ne yoyubsunuz, biz bu da həzin kaman. Qarabağda salam var, Zülfürüzə salam var. Getmisən tez qayıt gəl, göz yolda qalan var. Dağı daşı saç içində qovruldu, böyük kiçik tam altında qırıldı. Xocalı'nın külü göyə sovruldu. Kozalım derdi aray ay karay. Ne kocası ne zamanı seçildi, kadınların kızıl kanı içildi, körpelerin xəzər kimi biçildi. Kozalım derdi aray ay karay. Bədən getdi, qol doğrandı, daş dindi, göz ovuldu, göy ağladı, daş dindi, torpaq yandı, yurt dağıldı, daş dindi. Kozalım derdi aray ay karay. Zalım qara boyandı, ucu yerə dayandı. Bizim ah naləmizdə göydə fələk oyandı. Əsrin faciəsidir, Xocalı soyqırımı, ədalətin yasıdır. Kozalım soykırımı. Dağı, göy dağı, of düşmən balan ölsün, yamandır bağ dağı. Çıxardılmış gözlərdir, Xocalı soyqırımı, dağ basılmış üzlərdir, boğazlarda tıxanıb, bizi boğan sözlərdir. Kozalım soykırımı. Kırılıb yatan kilim, içimdəki iskilim, vəda gözləyən hökmən Kozalım soykırımı. Düşmənlərə kini, Xocalı soyqırımı, tükənməyən nifrəti, Kozalım soykırımı. Duz
arasında 106 qadın, 83 uşaq olub. 56 nəfər xüsusi qəddarlıqla öldürülür. 8 ailə tamamilə məhv edilib. 25 az yaşlı uşaq bütünlüklə 130 uşaq qismən yetim qalıb. 476 nəfər müxtəlif dərəcəli əlil olub. 1275 nəfər girov götürülür. Girovların əksəriyyəti vətənə qayıda bilsə də 150 nəfərin taleyi indiyədək məlum deyil. Canımızda, qanımızda, havasını, suyunu gəzdirdiyimiz vətən torpaqlarında Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdağ, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanda düşmən at oynadı. Acı da olsa bu bir həqiqətdir ki, 20-ci əsr ərzində 2 milyona yaxın Azərbaycanlı deportasiya və soyqırım siyasətinin ağır nəticələrini özlərində hiss etmişdir. Azərbaycan xalqının lideri Heydər Əliyev ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci ilin martında fərman imzalamışdır. Həmin fərmana uyğun olaraq 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilmişdir. Bu sənəd bizi tariximizin qanlı səhifələri olan 1905-1907, 1918-1920, 1948-1950
Ocak sönmüş neçe yurda, min ürey yanır oda. Ağrı Habakı eller darda, yüreğimiz göyner göyner, bestir daha düzdür yeter. Ağrı Habakı eller darda, yüreğimiz göyner göyner, bestir daha düzdür yeter. Kalk kalk ulu torpağın, kalk kalk ulu bayrağın. Kal kal sen eğmen kal gezgin nesilmez elinden. Kal kal ulu torpağım, kal kal ulu bayrağım. Kal kal sen eğmen kal gezgin nesilmez elinden. Göğde Tanrı yerde biz. Delikanlı Türkçeli, At ayaklı, gur dürekli. kuş kanatlı Türkçeli, Biz Göktürkler her yerde yurt salır. bozkır dolu kucaklı. Kılınç bir elimizde. Biz tarihler yarattık. Özümüze güvenip dedemizle övündük. Biz Rumlardan Oğuz'a, Oğuz'dan Türk'e döndük. Çırpınırdın bahara deniz, bakıp Türk'ün bayrağına. Çırpınırdın bahara deniz, bakıp Türk'ün bayrağına. Ah ölmeden bir görseydim, düşer isem kurbanına. Ah ölmeden bir görseydim, düşer isem kurbanına. Qisas qiyamətə qalmaz deyib babalarımız. Biz şəhidlərin qisasını almalıyıq. Bu ruhda böyüməli, bu ruhda yaşamalıyıq. Bizə nə lazımdır? Ağız birliyi. Ağ bəxtə yol açan ağ üz birliyi. Qıpçaq qıvraqlığı Oğuz birliyi. Olsaydı xətayı Yavuz birliyi. Axmazdı ildırım, çaxmazdı şimşek. Bugün yumruq kimi birləşə bilsək, yuyardıq tarixi günahları da. Bugün yumruk gibi birleşebilsek. Biz böyük keçmişdən gəlib böyük gələcəyə gedən yolun bu günü. Biz azğın Çer padşahına qan utduran Tabri sarayı. Makedoniyalı İskəndərə bircə kəlmə ilə hikmət anladım. Onu işğalçılıqdan çəkindirən Şah Nüşabəyi. Biz doğma balasını qurban verib, ailə namusunu qoruyan Burla xatını. Keçmiş nə qədər şərəfli, gələcək nə qədər ümidli olsa da, məhz bugün Azərbaycan adlı yeni evimizlə alışan çıraqların, ocağımızda yanan odun qoruyucusu bizik. Vətən oğlu, vətən qızı, mən üzümü sənə tutdum, sən üzünü torpağa tut, sən üzünü üç rəngli bayrağa tut. Yağıları sizə çöktür, yağılara diz çökmə. Sən mənim üçün canda nəfəs, nəfəsdə can olmalısan. Təbrizin də, Dərbəndin də, Borçalının, Göyçənin də, qaynadığı, qovuşduğu, xatalardan, bəlalardan sovuşduğu, 50 milyonun yumruq kimi birləşdiyi, 50 milyonun birliyə yerləşdiyi, bütün məğrur, qalib, cəsur, Azerbaycan olmazsan, Azerbaycan olmazsan. and olsun torpağa daşa, gözlərdən süzülən yaşa, and olsun mən şəhidlərə, Nadan bilen fikirlere, mən intiqam almayınca, son qələbə çalmayınca, evimizə qayıtmaram. kılıcımı
qanımda qan var. Koroğlu zəngini çalın, susmasın. O mənim söhbətim, o mənim sözüm. Atamın, babamın nəfəsidir o. Çalın Koroğlu'nun zəngi susmasın, xalqımın azadlıq nəfəsidir o. Xocalı soyqırımının 19-cu ildönümünə həsr edilmiş tədbirimiz sona çatdı. Günləri bu körpələrimizin, bizim getirmələrimizin ifasında Xocalı Harayi adlı bir tədbiri şahid olduq. Artıq 19 ildir ki, bu əsrin faciəsi deyə biz ağlayırıq, sızlayırıq. Amma mənə elə gəlir ki, biz nə ağlamalıyıq, nə sızlamalıyıq. Əgər ağlayırıqsa, onda biz qisas ala bilməliyik. Əgər biz sızlayırıqsa, onda qisas ala bilməliyik. Əksinə, bugün biz hamımız belimizi bükmədən dik durmalıyıq. Biz düşmənin gözünə dik baxmalıyıq. Ona görə ki, elə bir xalqıq ki, buna bizim haqqımız çatır da, səsimiz də getirdi. Bu günləri sevimli, sevindirici bir haldır ki, Azərbaycanın harayını, Azərbaycanın xalq səsini artıq bütün dünya eşidir. Bugün sevindirici bir haldır ki, başda bizim prezidentimiz İlham Əliyev olmaqla Azərbaycanın xalq səsi artıq beynəlxalq tribunalardan eşidilir. Bu günləri hər birimiz təbii ki, kütləvi informasiya vasitələrini dinləyirik, qulaq asırıq, oxuyuruq və şahid oluruq ki, dünyanın bütün ölkələrində demək olar ki, bugün Xocalı soyqırımı ərəfəsində tədbirlər keçirilir. O tədbirlərdə Xocalı şəhidlərinin şəhidləri anılır və Azərbaycanın xalq səsi dinlənilir. Və bu da bizə bir inam verir, bizə bir dayaq verir ki, biz bu harayı, bu səsi daha da ucağa qaldıracağıq. Bu bizə bir inam verir ki, o qərib məzarların, tökülən o qanların qisası alınacaqdır. Və mən buna inanıram. Çünki biz az deyilik, biz 50 milyonluq bir xalqıq. Əgər hər birimiz işindən, vəzifəsindən, sənətindən asılı olmayaraq bu haqq səsi səsləyə bilsə, bu haqq səsini çıxarda bilsə, işimizdən asılı olaraq, yəni bu günləri biz bir təhsil müəssisəsi kimi bu uşaqlara təhsil veririk. Və hər bir müəllimin borcudur ki, bu uşaqlara, yəni körpələrdən başlamış, böyüyə qədər hər birinə anlasın ki, yəni bu qan yaddaşımız silinməsin, daima təzələnsin. Bizim düşmənimizin kim olduğunu biz nəsildən nəsilə ötürə bilək. Doğrudur, biz bunu eləməmişik. Yəni bizdən əvvəlkilər bəlkə də qorxudan eləyə bilməyiblər. Amma bugün biz bunu eləməliyik. Bu günləri yenicə doğulmuş körpüyə də bizim düşmənimiz kimdir deməliyik. Deməliyik və o
düşmənə nifrət hissini biz indidən yaratmalıyıq. Çünki vaxt gələcək ki, arzu edirik ki, sülh yolu ilə alınsın. Arzu edirik ki, o torpaqlarımız özümüzə sülh yolu ilə qan tökülmədən qayıtsın. Buna ümidimiz var. Amma geri gələrsə, bax bu günlər böyüyən o gənc nəsil də bilməlidir ki, qadınlı, uşaqlı, böyüklü, kişili fərqi yoxdur. Hər birimiz əlimizə silah alıb bu torpağın müdafiəsinə hazır olmalıyıq. Bu günlər bizim balalarımızın bu çıxışları da, yəni burada onlar and içdilər, düzdür, bunların yaşına uyğun deyil o and. Amma o and içmək onların ürəklərində artıq bir şüar kimi qalacaq. Qalacaq ki, yəni bu günləri, o əsirlikdə olan torpaqlarımızı biz xilas eləməliyik. Çünki bizim Ali Baş Komandamız, İlham Əliyev kimi bir prezidentimiz vardır. Çünki bu gözəl bir torpağı, Azərbaycanı bölünməyə qoymamalıyıq. Bölünüb kifayətdir, bəsdir. O torpaqlarımız ümid eləyirəm ki, geri gələcəkdir. Ümid eləyirəm ki, bayrağımız o torpaqlarda dalğalanacaqdır. Ümid edirəm ki, bu günləri, o şəhid qanları yerdə qalmayacaq, onların ruhları, haçansa biz onları sakitləşdirəcəyik. Bir daha xalqımıza baş sağlığı verirəm, amma yenə deyirəm, biz ağlamamalıyıq, biz sızlamamalıyıq. Biz biraz da mətinləşməliyik və tariximizi unutmamalıyıq. Yaddaşımızı daima təzələməliyik. Təzələməliyik ki, bizim işğalçı, erməninin tapdağı altında olan torpaqlarımız vardır. Biz o torpaqları özünə qaytarmalıyıq. Bu yolda hamımıza səbir diləyirəm, xalqımıza baş sağlığı verirəm. Bir daha deyirəm, arzu edirəm ki, bayrağımız Qarabağ torpağında dalğalansın. Və bu günü də özümüzə də görməyə arzulayıram. Yəni, bizim nəslin nümayəndələrinə və ümid edirəm ki, biz o günləri görəcəyik. Çox sağ olun, uşaqlar. Minnətdarım, çox gözəl çıxışlar elədiniz. Sağ olun, amma bir daha deyirəm ki, yəni bu çıxışlar sizin ürəyinizdə bir şüar kimi qalmalıdır. Verdiyiniz o antlar, dediyiniz o kəlmələr, hər biri sizin həyatınız boyu sizi müşahidə eləməlidir. Bəli, bizim Qarabağımız var. Bizim bölünmüş torpaqlarımız var ki, o torpaqları biz haçansa geri alacağıq və bu ümidlə də yaşayacağıq və buna da nail olacaq. Çox sağ olun, valideynlərimiz də sağ olsun, gəldilər, iştirak elədilər. Körpələrimizin bax bu çıxışlarının şahidi oldular. Yəni, bir daha əmin oluruz ki, bizim məktəbimiz öz öhdəsinə düşən bu tərbiyəli təhsillə bərabər tərbiyəli işini davam etdirib, bundan sonra da edəcək. Çox sağ olun ki, belə övladlar yetişdirmişsiniz.